Axşamınız xeyir olsun. Futbolçularıma təşəkkür edirəm və azarkeşlərimizə. Baxmayaraq ki, qalib gələ bilmədik, amma yəni son saniyələrə kimi yaxşı mübarizə getdi qalibiyyət üçün. Qol vurmaq üçün çox güc sərf olundu. Nə olur belə hallar? Edəcək bir şey yox. Qarşıdakı onlara baxmalıyıq və Ayxana, Şamaxıya komandasına uğurlar arzulayıram. Bu qədər. Təsir çoxdan təsir olub. Mən yəni ümumiyyətcə belə bugünkü duruma baxmayaraq bir oyunumuz az idi. Hal-hazırda baxsa belə 10 xallı fərq az deyil bu. Özdə bu cür rəqib, sabah kimi rəqib hansı ki çox yaxşı futbol göstərir. Dediyim kimi edəcək bir şey yox. Qarşıdakı onlara daha pozitiv olmalıyıq. Daha da futbolçuların idman formasını, oyun düşüncəsini, peşəkarlığını meydanda da yaxşılaşdırmağa çalışacağıq. Buyurun. Sözlərinizdən belə iki hafta tarihi ilə bağışlısınız. Yəni, mövzusinin ki, bundan başa vurmaq üçün bir şansınız var. Yəni, kubok. Yəqin ki, indən sonra ancaq diqqəti kuboka yönəldərsiniz. Yox, niyə? Çempionata da elə bizim maraqlı oyunlarımız var. Ən azından qarşıda iki sabahlı oyunumuz var, iki Neftçili oyunumuz var. Hansı ki, azarkeşlər üçün yaxşı futbol göstərməyə, yəni sonraki mübarizə aparacaq. Titul belə olur, belə illər sanki alınmır, alınmayacaq. Amma biz dediyim kimi, əvvəl söylədiyim o bir üç nüans hansı ki, onu yaxşılaşdırmağa çalışmalıyıq. Və ən azından sona kimi azarkeşlərimizə yaxşı futbol göstərmək istəyirik. Amma hər bir halda mübarizəmiz sona kimi olacaq. Bilmiyorum. İki sualım vardı. Bir neçə gün öncə sizin də iştirakınız var, müşavirə şurasının icrasına görə qənaətə gəlmək olar mı? Artıq heyət məməlli köklü islahatlar olacaq və Qarabağ ən az 50% dəyişəcək. Belə deyək, yəni bu kollektiv komanda elə bir şeydir ki, bizim istəyimizlə həmən düşüncələrimizi həyata keçirmək olmur. Yəni hansısa bir dəyişiklik bəli eləmək istəyərdik. Yəni daha yeni futbolçular komandamızı cəlb etmək istəyirik. Amma yəni biz daha soyuqqanlı davranmalıyıq, daha da ehtiyatlı olmalıyıq ki 50% futbolçu dəyişiklik necə olar və yaxud daha çox dəyişiklik necə olar. Amma mütləq yəni dəyişmək yox, yəni daha çox futbolçu götürmək, gücləndirmək ehtiyacımız var. Peki, son Zübirlə bağlı dünən xəbərlər tirajlanan hansı məqsədlə əsasən ki, bura gedəcək? Yox, məndə belə məlumat yoxdur. Buyurun. Bu məqsədlərdəki məqsədlər media futbolçuların olan qeyri təkliflərindən şikayətlənirirsiniz. Sanki bu durumun alınmasında o təkliflər nələr üzərində olmalısınızsa, futbolçuların fikirləri dağılır, konsentrasiya olan. Yəni təsiri olub. Daha artıq gecdir, yəni nəyisə düzəltmək, amma yəni %100 təsiri olub. Çünki istər-istəməz hər bir futbolçu uğurlu bir il keçirdilər, uğurlu bir sezon keçirdilər və Çempionlar Liqasında həm yığılan xal, həm ümumi oyun performansı və birdən-birə bir 70-80% futbolçuya hansısa bir təkliflər, istərsiniz onları özlərini ələ almaq biraz çətin olur. Belə deyək, olan oldu, amma yəni bəli, başa düşürük bu futbolun silinməyən qanunlarıdır. Təkliflər həmişə olub, hansısa bir futbolçu ilə maraqlananlar olub. Amma bizdə bizim kimi birdən-birə belə deyək də üzdə olan, yeni üzə çıxan komanda üçün, yeni formalaşan komanda üçün belə bir fikirlərin komandamızda olması, bu bizim kimi klub üçün biraz böyük mənfi təsiri var. Amma hər bir halda biz çalışdıq futbolçuları toparlamağa ki, öz oyunumuzu yaxşılaşdırmağa və yenə də belə davam edəcəyik. Buyurun. Özünüz də qeyd etdiniz ki, maraqlı olan futbolçulara təbii çünki Qarabağ bu illər çox parlaq çıxış elədi, Çempionlar Liqasının ardından söz etdirdi. Çox maraqlıdır. Legionerlərə, əslində bu futbolçulara təkliflər var. Amma yerli futbolçuların nəsə halda hallar olur.
Var idi, yerlilərə də var idi. Yəni daha çox əcnəbilərlə gələnlər var. Əcnəbilərimiz çoxdur komanda, ona görə bəlkə. Amma belə yerlilərə də təkliflər olmuşdu. Çox sağ olun, təşəkkürlər. Oldu, sağ olun.